Uşaqlıq boynu yetməzliyi sənin sonradan qazandığın bir şey deyil, doğuşdan olan bir şeydir. Uşaqlıq boynunun özünün əzələ qatı var və onda bir gevşəmə, onda bir boşluq olanda uşaqlıq daxilində uşağın kilosu artdıqca o elə ki uşaqlıq boynu artıq gücü çatmır onu saxlamağa, başlayır açılmağa. Biz uşaqlıq boynuna tikiş atırıq, serklaj deyilir, tikiş atırıq və bu açılmanın qarşısını alırıq. Yəni bu serklaj da çox həyat qurtarıcı bir şey deyil. Biz sadəcə olaraq dəstək amaçlı onu edirik. Serklaj edib erkən doğan yenə də bir sürü insanlarımız var. Yəni sadəcə olaraq deyək ki 33-də doğacaqsa, məsələn 35-ə qədər çəkilir. Elə bir 2 həftə, 3 həftə biraz daha uzadır, tamam mı? Bir də dediyim kimi, yəni erkən doğum təhlükəsi olan və daha öncə erkən doğumu olan qadınların hamiləlikdə riskli hamiləlik sayılır və biraz daha diqqətli olman lazımdır. 5 kilodan artıq heç bir şey götürməmən lazımdır. Ağır işlər görməmən lazımdır. İlişki çalışın olmasın. Bir də ki, yürüyüş yapın ama bol yürüyüş yapmayın, tamam mı? Mesela həyat bacanı